Deməli, böyük üçbucağın xaricindən bir dənə çevrə keçirirəm. Düzəlsə. Okey. Və deyək ki, onun xaricinə çəkilmiş çevrənin mərkəzi buradadır. Təpə bucağı kör olduğu üçün, təpə bucağı neçədir? Bura 50-dir, bura 20-dir, təpə bucağının 110 qalır. Kör olduğu üçün mən bilirəm ki, nə olacaq? Mərkəz üçbucağın xaricinə düşəcək. Məsəl üçün, burada düşdü. Radiuslarımı çəkirəm hər zamanki kimi. Qələm çox qalın qalıb, qələmi incəldək biraz. 2 ataq. Radiuslarımı çəkirəm. Ondan sonra, bax, bu bucaq 50-dir. Bu bucaq 50-dir. Bu bucaq deməli 100 olmalıdır. O bucaq 50-dirsə, bu bucaq 100-dür. Bu bucaq 80-dir. Onda bu bucaq da 100-dür. Onun qonşusu da 100-dür. Mən burada bir dənə sayklik 4 bucaqlı alıram. Bu 50 dərəcəni silək buradan. Sayklik nədir? Xaricinə çevrə çəkilə bilən. Onu da necə alıram? Bunu da çəkirəm bu nöqtəyə. Bu nöqtəyə. Bax, bu 100 dərəcələri görürsən, bir dənə düz xəttə baxırlar. 100 dərəcələr bir dənə düz xəttə baxdığı üçün bu 4 bucaqlının xaricinə də çevrə çəkilir. Başa düşə bilirsən? Var, aydın. 4 bucaqlının xaricinə də çevrə çəkilir. İndi fikir ver, bu 10 dərəcənin baxdığına buradakı bucaq baxır. Bu bucaq o 10 dərəcənin baxdığına baxır. Onda bu bucaq da 10 dərəcədir. Çünki eyni vətərə baxan daxili bucaqlar bərabər olmalıdır. Ondan sonra bu bucağı tapmaq istəsəm, bu bucaqdakı bura 20 dərəcə olduğu üçün, bu vətərə baxdığı üçün, burada mərkəzi bucaq olduğu üçün, bu vətərə baxdığı üçün, bu qövsə baxdığı üçün nə olacaq? Bu bucaq obşi 40 olacaq. Bura 10-dursa yanına 30 dərəcə qalacaq da. Bura aydındır. Bax, bu üçbucağımıza highlighter rəngini dəyişim. Bəyənmədim. Bu üçbucağımızı alıram, olduğu kimi köçürürəm. Nəyə görə? Əgər mən burada. Deməli, ondan əvvəl qeyd edim ki, mən burada bu bucaqları bilirəm. Təpə bucağı 140-dır. Onu görəm ki, təpə bucağı 140-dır. Onda buralar neçə qalır? 20-20 qalır. 20-20 qalırsa, mən burada bu bucağı tapsam, bu üç bucağın içərisindən nə inəyərəm? 20 çıxaram, x-i taparam. Aldım onu, keçirdim bura. İndi əvvəl işləmişəm üstündə, təzdən işləyərik. Şəkli biraz yana çəkək. Bunu silək. Buradan. Alıb onu köçürmüşəm. Otuzun altında, deməli 10 dərəcənin altında nə var? Bu bucaq nə qədər olmalıdır? 30 dərəcə olmalıdır. Ona görə ki, burada bura 40 olanda, buralar radiusdursa 70 qalmalıdır. Onda bu 40-ın yanı da 30 olacaq ki, cəmi 70 olsun. Başa düşmədiyin yerdə saxla məni. Yaxşı. Ondan sonra nə edirəm? Bunun da xaricinə çevrə çəkmiş kimi eləyirəm. Çəkirəm ya da elə. Düzəlt. Eləyirəm və mərkəzini deyək ki, burada götürürəm.
radiuslarımı, bayaqki kimi radiuslarımı çəkirəm. Bu dəfə təpə bucağı itildi, içəridə düşdü. Radiuslarımı çəkəndən sonra nə görürəm? Bax, bura 70-dirsə, bura 140-dır. Burada 140-dır. Bunlar hər biri radiusda bir-birinə bərabərdir. Ona görə buralar 20-20 qalacaq. 140-20-20, 140-20-20. 20-20 qalacaq. Bura 10 dərəcə qalacaq. 10 dərəcə qalacaq. Buranı birləşdirirəm. Deməli, bura 20-dirsə, bura 10-dursa, bura общий 20-dirsə, bura 10 dərəcə qalacaq. Həlli biraz çətinləşdirmişəm. Daha rahatını tapmaq olardı, amma bilmirəm, artıq bununla yazmışam. Bu 10 dərəcələrə fikir versən, eyni tərəfə baxırlar. Deməli, nədir? Bu dörd bucaqlı xaricinə çevrə çəkilə biləndir. Ona ingiliscə biz cyclic deyirik. Mənim də dilimə elə oturubdur. Cyclic dörd bucaqlıdır. Onda bura 20-dirsə, bura 20-dirsə, yox, bura 20 deyil axı. Bura общий belə 20-dir. Bura 10-dur. Tək bura 10-dur. O 20 silirəm oradan. Nəyə lazımdır orada? Özdə 10-10 cəmi 20 olduğu bəllidir. Bura tək 10-dur. Onda burada 10 olmalıdır. Çünki ikisi də bu vətərə baxır. O dörd bucaqlı dedik ki, xaricinə çevrə çəkilə biləndir. Burada 10-dur. Zaten mən bilirəm ki, bu bərabər yanlıdır. Bura 50-dirsə, burada 50-dir. 50-dir. Və təpə bucaq 80-dir. Onda bura 70 dərəcə qalar. Aydındır? Ondan sonra burada da bu üç bucaqda da işi bitirə bilmədiyimi gördüm. Bu üç bucağı da aldım. Qıraqda işləməyə qərar verdim ki, x-i tapım. O üç bucağı da bura bu şəkildə köçürdüm. İndi bunun üzərində ayrıca işləmlər aparaq. Belə deyək ki, nə edirəm? 10-10 bərabər yanlıma götürürəm. Bu zaten böyük üç bucaq da bərabər yanlıdır. Ona görə mən həmin o bərabər yanlı üç bucağı bu tərəfin üzərində də qura bilərəm. Deyilmi? Bu tərəfin də üzərində quraram. Çünki bu tərəf bu tərəfə bərabərdir. Təsəvvür et ki, köçürdüm. O üç bucağı oradan ora köçürdüm. Buraları belə. Deməli, bura 10 dərəcə, bura 10 dərəcə. Ondan sonra təpə bucağı 80-dir. Bax, bərabəri yanına almışsan orada. 50-50 qalacaq. 50-50. Ondan sonra bir dənə buradan bucaq çəkirəm. Nəyə əsasən çəkirəm? Buranı görürəm ki, bu bucaq 50 idi. Bu bucaqda 10 gəldi üstünə. Bura общий 60 oldu. 60 mənə buradan bir dənə xəbər verir ki, gəl burada bir dənə bərabər yanlı yarat. Ona görə buradan bir dənə elə bir bucaq çəkirəm ki, burada 60 olsun. Bura zaten 60'dır. Burada onda 60 qalar, bərabər tərəflimi yaradarım. Sonra buranı da birləşdirirəm. Və görürsən ki, bura 10, 10, 60, 50 cəmi neçə verir? Cəmi 130 dərəcə verir. Onda 180-dən çıxanda tək bu bucağı 50 dərəcə tapıram. Konqruentlik əlamətlərini bilirsən, çox da işləmişik üzərlərinə. Bax, bu tərəf aralarındakı bucaq 50, tərəf, bucaq, tərəf. Sonra yenə bu tərəf, onsuz da bir tərəfin üzərinə qurulubdur. Yenə bu tərəf, yenə bu tərəf və aralarındakı bucaq 50-dirsə, bu üç bucaqlar konqruentdir. Yəni, bu aşağıdakı üç bucaq da
bu yuxarıdakı üç bucaq kimi bərabər yanlıdır və yan bucaqları da 50-50-dir. 50, təpə bucağı 80-dir. Və buranı da bu nöqtə ilə işarələyə bilərik də, çünki bərabər oldu o tərəflərə. Ondan sonra bura 40-dır. Bura 40-dır. Bura 40-dırsa 2 daxili bir xaricini verməli olduğu üçün buraları 20-20 olmalıdır ki, bura oxşu 40 olsun. 20-ni tapdıq. Əla. Bizə də o 20 lazım idi onsuz. Burada da elə yazmışam. Burada sadəcə səhvliyim onda olubdur ki, buralara 10-10 yazmışam hansısa ağlımdan. 20-dir. 20. Amma belə eləyək də, bunu mən geri verim. Mən bu şəkilləri saxlayıram, ona görə bunu geri verim. Hələ yolun başa düşdün də. Belə aydın olur. Bunu geri verək. Ora bilək ki, ora 20-dir. Oradakı düzəlişimizi də eləyək. Yirmi. 20-ni gətirək, burada da yerinə qoyaq. Bura nə dedik? 70-dir demişdik. Bu oldu 20. Həmin o 20-ni gətirək, burada da yerinə qoyaq. 20. Deməli, onun yuxarısı nə olacaq? 30 olacaq. X bərabərdir 30. Aydın olmuş. Başa düşdüm. Görək neçə dəqiqədə 10